gün yağışlar yeniden başladı yağmağa. Elə bir yağışlar. Düşmən kəsilib bizə. Ən çox da Bakıya. Sürətlə yağır. Hidrometeoroloqlar artıq bir neçə gün bundan öncə yağışların 2 gün davam edəcəyini açıqlamışdı. Bir neçə gün bundan öncə də belə bir neçə gün güclü yağışlar yağdı. Bakı və Bakı ətrafı kəndlər, qəsəbələr hansı vəziyyətdə olduğunu artıq hər biriniz bilirsiniz. Su hələ çəkilməyib. Bəziləri çox aktivdir. Orada yaşayan sakinlər, elə bizim media, blogerlərimiz, tiktokerlərimiz, onlar məhz həmin məkanları, yəni qəsəbələri, kəndləri mütəmadi olaraq işıqlandırırlar, görüntüləri yayırlar, hər birimizdə baxırıq, şahidə oluruq ki, orada nələr baş verir. Sular hələ çəkilməyib, qətiyyən çəkilməyib, evlərdə, mənzillərdə, küçələrdə, dalanlarda 1 metr, metr yarım, bəzən deyirlər 2 metrə yaxın su olduğu kimi qalıb. Baxın yağışa. Birazdan daha da sürətlənəcək. Mənim oradakı insanlara yazığım gəlir. Dünənə qədər 1 metr yarım, 2 metr olan küçələrdə hansı ki sular var, onlar inşallah bugün 3-4 metr olar. Ümumiyyətlə gediş-gəliş tamamilə dayanar. 10 günə yaxındır ki, həmin qəsəbələr, həmin kəndlər suyun altında qalıb demək olar da. Hələ də çıxış yolu yoxdur. Çıxış yolu tapmaq qarşısında acizdirlər. Mən inanıram ki, yaxşı, bax belə sürətlə yağan yaxşı görən bəzi məmurlar narahatdır. Çünki məhz bu onların işidir. Hazır olmalıdır. Biz qışa da hazır olmalıyıq, yaya da, yağışa da. Təəssüf ki, bizdə bu yoxdur. Heç kim çıxış yolu tapmır ki, bəhanəni atırlar bələdiyyənin üzərinə, sakinlərin qeyri-qanuni evlər tikiblər, qeyri-qanuni yollar salıblar, qeyri-qanuni işıq çəkiblər, su çəkiblər. Onlar qeyri-qanuni çəkməyiblər. O şəraiti yaradanlar qeyri-qanuni idi. Vətəndaşın burada günahı yoxdur. Allah bizi qorusun. Allah o Bakı ətrafı rayonun, Bakı ətrafı kəndləri, qəsəbələri, orada yaşayan o vətəndaşlar var, sakinlər var, qocalar var, cavanlar var. Allah onları qorusun bu yağışda.